Salam, 5-ci sinif Azərbaycan tarixindən 35-ci dərsimizə keçirik. Dərs 35. Elmlə siyasət yürüdən alimlər. Cəmiyyəti idarə edən və qoruyan dövlətdir. Dövlətin inkişafı, xalqın rifahı onu idarə edənlərdən asılıdır. Dövlətləri alimsiz təsəvvür etmək mümkün deyil. Hələ qədim dövrlərdən hər bir dövlət başçısı dövlət idarə etməsində alimlərin, savadlı adamların köməyindən istifadə edirdi. Nəsrəddin Tusi, Fəzlullah Rəşidəddin dövlətin idarə edilməsində yaxından iştirak edən Azərbaycan alimləridir. Nəsrəddin Tusi. Elmin günəşi adlandırılan Nəsrəddin Tusi 1201-ci ildə Tuz şəhərində doğulmuşdur. İş təhsilini atasından və dayısından almışdır. Sonra Xorasanda elmin müxtəlif sahələrini dərindən öyrənmiş, bilikli şəxs kimi məşhurlaşmışdır. Hələ gənc yaşlarından o, bir sıra hökmdarların diqqətini cəlb etmişdir. Hülaku xan Nəsrəddin Tusini özünə şəxsi məsləhətçi götürmüşdür. Alim Hülakülər dövlətinin idarə edilməsində yaxından iştirak etmişdir. Nəsrəddin Tusi müdrik məsləhətləri ilə tanınmış insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmişdir. Marağa və Təbrizi tərk etmiş 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdır. O, yaşadığı dövrdə riyaziyyatçı, astronom, tarixçi və hüquqşünas kimi tanınmışdır. Elmin müxtəlif sahələrinə aid 100-dən artıq əsər yazmışdır. Nəsrəddin Tusi astronomiya və riyaziyyata daha çox diqqət yetirmişdir. Bəzi əsərlərində isə insan, ailə, cəmiyyət, əxlaq məsələlərinə münasibət bildirmişdir. Tusi Marağa rəsədxanasının banisidir. O, Hülaku xandan icazə alır, 1259-cu ildə Marağa şəhərində rəsədxananın tikintisinə başlayır. Marağa rəsədxanası böyüklüyünə görə şərqin digər rəsədxanalarından fərqlənir. Nəsrəddin Tusi rəsədxana üçün astronomik cihazlar hazırladı, burada yaradılacaq kitabxana üçün müxtəlif şəhərlərdən qiymətli kitablar gətirdi. Rəsədxanada araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkələrindən alimləri bura dəvət etdi və onlara əmək haqqı verilməsinə nail oldu. Rəsədxanada astronomik məsələlərin həlli üçün yer və göy qlobusları da hazırlandı. Burada aparılan tədqiqatlar Nəsrəddin Tusiyə dünya şöhrəti qazandırmış, hələ sağlığında qabiliyyətinə və dərin zəkasına görə bəşər ustadı adlanmışdır. Təsadüfi deyil ki, Beynəlxalq Astronomiya İttifaqı ayın görünən tərəfindəki kraterə onun adını vermişdir. Görkəmli alimin xatirəsi Azərbaycanda da əziz tutulur. Şamaxı Astrofizika rəsədxanası Nəsrəddin Tusinin adını daşıyır. Adına küçə də salınmışdır. Bunu bilmək maraqlıdır. Nəsrəddin Tusi Marağdakı rəsədxanasının tikintisi üçün lazım olan pulu Hülaku xana deyəndə o soruşur. Ulduzlar haqqında elm belə faydalıdır ki, tikintiyə bu qədər pul xərcləyək. Alim dedi, izin verin bir nəfər dağdan boş bir qabı yerə atsın. Ancaq bunu elə etsin ki, heç kəs bilməsin. Belə də edirlər. Qayalara dəyə-dəyə aşağı düşən qab qorxulu səslər çıxarır. Ordu vahiməyə düşür. Nəsrəddin isə xanla birlikdə baş verənləri seyr edirdi. O xana deyir, hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakit əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini əvvəlcədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər. Nəsrəddin Tusi xanı elə inandırır ki, o rəsədxananın tikintisi üçün 20.000 dinar pul ayırır. Hacı Xəlifə Dünya haqqında kitabından. Fəzlullah Rəşidəddin. Tarixçi, həkim, dövlət xadimi Fəzlullah Rəşidəddin 1247-ci ildə Həmədanda anadan olmuşdur. Sonra ailəsi ilə birlikdə Marağaya köçmüşdür. Tibbi bilikləri sayəsində Hülaku sarayına dəvət olunmuş, hökmdarın yeməkləri üçün məsul şəxs hesab edilmişdir. Bacarığı sayəsində Rəşidəddin Hülaku dövlətinin 3 qüdrətli hökmdarının vəziri olmuşdur. Vəzir olduğu dövrdə ölkədə aparılan islahatlarda fəal iştirak etmiş, kəndlərin həyat səviyyəsinin yüksəldilməsinə, kənd təsərrüfatının yaxşılaşdırılmasına çalışmışdır. Rəşidəddin dağıdılmış ərazilərin istifadəyə yararsız körpü və su kanallarının bərpası üçün böyük səy göstərmişdir.
Hülakülər dövründə təhsilə çox böyük önəm verilmişdir. Elmin və təhsilin inkişafında dövlət rəhbərləri ilə yanaşı elm xadimlərinin də rolu böyük idi. Rəşidəddin Təbriz və digər Azərbaycan şəhərlərində mədrəsələr tikdirməyə nail olmuşdur. Mədrəsə dini məktəbdir. Rəbi Rəşidi Təbrizdəki komplekslərdən ən məşhuru və böyüyüdür. Təhsil müəssisəsi kimi fəaliyyət göstərən kompleksdə mədrəsə, tibb mərkəzi, kitabxana var idi. Burada dəqiq elmlərə, tarix, poeziya və ilahiyyata dair 60 min kitab var idi. Kitablar xəttatlar tərəfindən üzünün köçürülməsi ilə çoxaldılırdı. Buna görə də kompleksdə xəttatlıqla məşğul olan şəxslər də çalışırdılar. Kompleksdə təbiətşünaslıq, tarix, təbabət, astronomiya, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Burada yerli tələbələrlə yanaşı, müxtəlif yerlərdən gələnlər də təhsil alırdı. Ümumilikdə kompleksdə 7000-dən artıq tələbə təhsil alırdı. Kompleksdəki Şəfa evi ölkənin ən böyük xəstəxanası idi. Burada Yunanistan, Misir, Hindistan və başqa ölkələrdən gəlmiş həkimlər çalışırdı. Tibb fakültəsində tələbələrə təbabətin sirləri öyrədilirdi. Təhsil 5 il ərzində davam edirdi. Təhsil müddəti başa çatdıqdan sonra məzunlar 1 il ərzində Şəfa evindəki xəstələri müalicə etməli, nəzəri bilikləri təcrübədə tətbiq etməli idilər. Azərbaycanın elmlə siyasət yürüdən alimləri adlarını qızıl hərflərlə tarixə yazmağı bacarmışlar. Bəli, indi isə keçirik suallara. Dövlətin idarə edilməsində alimlərin fəaliyyətinin nə əhəmiyyəti ola bilər? Dövlətin idarə edilməsində alimlərin fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir. Alimlər öz elmi bilikləri və uzaqgörənlikləri sayəsində hökmdarlara daha ədalətli və ağıllı qərarlar verməkdə kömək edirlər. Onlar dövlətin iqtisadiyyatını və qanunlarını təkmilləşdirərək xalqın rifahını yüksəldir, elm və təhsil müəssisələri quraraq ölkənin inkişafına töhfə verirlər. Tarixdə Nəsrəddin Tusi kimi alimlərin məsləhətləri sayəsində dövlətlər daha səmərəli idarə olunmuş və böyük uğurlar qazanmışdır. Rəbi Rəşidi mədrəsəsini hansı xüsusiyyətlərinə görə universitet adlandırmaq olar? Rəbi Rəşid mədrəsəsini universitet adlandırmaq olar, çünki o dövr üçün çox inkişaf etmiş və geniş fəaliyyət göstərən təhsil mərkəzi idi. Burada yalnız dini deyil, həm də tibb, astronomiya, məntiq və tarix kimi müxtəlif dünyəvi elmlər eyni vaxtda tədris olunurdu. Burada müxtəlif ölkələrdən gəlmiş həkimlər çalışırdı. Burada yerli tələbələrlə yanaşı müxtəlif yerlərdən gələnlər də təhsil alırdı. Ümumilikdə kompleksdə 7000-dən çox tələbə təhsil alır, 60 min kitabdan ibarət zəngin kitabxanadan yararlanırdılar. Həmçinin tibb tələbələrinin Şəfa evində nəzəri biliklərini təcrübədən keçirməsi bura yüksək səviyyəli bir elm mərkəzi statusu qazandırırdı. Bəli, bu qədər. 36-cı dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.